Tamara xanım. Ay, dodağım yandı. Deməli, bu mahnını oxuyan Kəmalə xanımın Instagramda 901 min izləyicisi var. TikTokda da 500 minə yaxındır. Əgər danışdığı ilə davranışı üst-üstə düşməyən insanlardan ibarət bir cəmiyyət sıralaması olsaydı, çox güman Azərbaycanla birinci yerdə olardı. Niyə? Kimdən soruşursan, deyir, bu nə oxuyur? Orasına, burasına bax, bu nə geyimdir. Amma dollarları verirlər, toylara dəvət edirlər, şou proqramlara, insanlar əylənirlər. Burada bir ziddiyyət var da, insan belə danışır, amma bu formada davranır. Əxlaqi qəzəb asılılığı, sosial psixologiyada moral outreach addiction deyə bir anlayış var. Hansı ki, insanlar qəzəbli olduğu, təhqir elədikləri, bəyənmədikləri adamı incitməkdən və onun haqqında danışmaqdan emosional həzz alırlar. Qəzəb, stres, gərginlik, mübahisələr toplanır, dopamin reaksiyası yaradır. Bu da özündə izləməni artırır. Məsələ burasındadır ki, danışığımız və davranışımız arasında ziddiyyətlər var. Bu gün cəmiyyətdə ən çox söyülən adamlar ən varlı yaşayan və ən məşhur olan adamlardılar. İnsanların böyük əksəriyyəti bu məsələlərlə üzləşmir. Əslində psixologiya, sosial psixologiya, marketinq hər şeyi çox yaxşı izah edə bilir. Sən necə düşünürsən?